Bir müddət bundan əvvəl millət vəkili Əlibala Məhərrəmzadəyə məxsus AMJ Holdingin mülkiyyətində olan Şahtağ otel kompleksinin binasında qanunsuz tikinti aşkarlanması barədə xəbər təqdim etmişdik. Quba şəhəri Lütfüzadə küçəsində yerləşən həmin otelin 6-cı mərtəbəsində layihədən kənar aparılan tikinti quraşdırma işləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən aşkarlanmışdı. Məlumatın yayılmasından sonra millət vəkili mətbuat vasitəsilə bu xəbəri təqzib edən açıqlamalar verərək həmin oteldə heç bir qanunsuz tikintinin olmadığını bəyan etmişdi. Əlibala Məhərrəmzadənin mətbuat vasitəsilə cəmiyyətə bu xəbərin yalan olduğu açıqlamasının verildiyi 28 aprel tarixində Fövqəladə Hallar Nazirliyinin tikintidə təhlükəsizliyə nəzarət Dövlət Agentliyinin 28 aprel 2026-cı il tarixli qərarı ilə bəhs etdiyimiz həmin oteldəki tikinti quraşdırma işlərinin dayandırılması barədə qərar çıxarıb. Hər yalan öz içində ifşasının tarixini daşıdığı kimi, Əlibala Məhərrəmzadənin də qanunsuz deyil açıqlamasını bəyan etdiyi həmin gündə, həmin tarixdə açıqlamanın yalan, tikintinin isə qanunsuz olduğu elan oldu. Bu da Fövqəladə Hallar Nazirliyinin həmin qərarı. Bu Fövqəladə Hallar Nazirliyinin deputat Əlibala Məhərrəmzadənin mənəvi mülkiyyətində, amma qardaşının adında olan AMJ Holding barəsində elan etdiyi ilk qərar deyil. Şirkətin Quba şəhəri Nəriman Nərimanov küçəsi 75 ünvanında inşa etdiyi tikililərin dayandırılması barədə 3 dəfə 27 oktyabr 2023-cü il tarixli, 30 yanvar 2025-ci il tarixli və 19 noyabr 2025-ci il tarixli qərarları olmasına baxmayaraq tikintilər davam etdirilir. Tikintidə təhlükəsizliyə nəzarət Dövlət Agentliyi artıq bu barədə Fövqəladə Hallar Nazirliyinin Əməliyyat İstintaq İdarəsinə müraciət edib.